baş rolda oynasa Neftçi, birinci rolda oynasa Neftçi necə təsir bağışlayacaq? Çünki Qarabağla Qəbələ ilə daha çox ikinci rolda oynayıb, amma bunu zaman göstərər. Qərarlaşıb onların bugün 8 yaşı tamam olur. Bu da futbolçuların onlara bax beləcə özünə məxsus təbriki. Biz də Neftçi azarkeşlərini təbrik edirik. Eminim fikirlərlə tamamilə razıyam. Elxan Abdullayev öz futbol baxışına, fəlsəfəsinə uyğun heyəti qurmağa çalışıb qış fasiləsində və görək necə effekt verəcək heyətlər bizə təqdim olunur. Buyur Emin. Meydan sahibləri Interdən başlayırıq. Sivsiz sportdan ənəsinə sadiq qalaraq qapıda bir Səlahiyyət Ağayev, 3 Deniz Silva Cruz, 14 Zurab Xizinaşvili, 33 Tərlan Quliyev, 22 İlkin Qırtımov, 27 Adrian Skarlataki, 24 Fuad Bayramov, 4 Slavik Alxasov, 8 Nizami Acıyev, 9 Pərdiz Fərcad Azad, 11 Rauf Əliyev, baş məşqçi Zaur Svanadze heyətləri də oyunun kimi sabitdir. Bir Elnur Abdullayev cəza səbəbindən yoxdur. Buyur, söz səndə. Əliyar Ağayev oyunu idarə edir. Rıza Məmmədov, Zeynal Zeynalov xəttlərdə, yəni xəttlərdə köməkçilərdə, əlavə köməkçi hakimlər Ömər Paşayev və Elvin Əskərov da 4-cü hakim Mübariz Haşimov, AFA nümayəndəsi Ramiz Mustafayev, hakim inspektor Sabiq, referi Vüsal Əliyev və Neftçinin start heyəti diqqət qapıda Maksim Vaylo səbəblərini Emin bu barədə məlumat verib. 27 Məqsəd İsayev, 6 Pavel Dreksə, 25 Kiril Petrov, 29 Georgi Navalovski bu müdafiə xəttidir. Orta xəttdə 8 Zdenek Folprecht, 12 Daniel Segovia, böyük ehtimal hücumçu kimi oynayacaq. 17 Rəhman Acıyev, 11 Ignacio Herrera, 7 Namiq Ələskarov, 23 Tərzin Cahangirov, baş məşqçi. Interdə yad olmayan şəxs vaxtilə Interdə də çalışmış baş məşqçi köməkçisi kimi Elxan Abdullayev yolundadır. Çox maraqlıdır. Neftçidə öz yetirməli olan futbolçular var, amma hər halda təcrübəsinə görə güvənib və Inter başladı. Deniz Silva Cruz. İlk Cahangirova Rəhman cavabdeh olacaqlar. Herrera ötürmə. Xizanişvili yox. Zərbəni Neftçinin futbolçu vurdu deyəsən. Stoperlər, ucaboy futbolçular hamısı ora gəlirlər. Bəli, Neftçinin futbolçusundan. Bu Sagovya idi, səhv etmirəmsə. Görmək biraz çətindir əslində. Bəli, biraz anlaşılmaz qaldı. Bəli, Daniel Segovia topa və vəziyyətə nəzarət edir. Tərzin. Çox yaxşı top saxladı özündə Tərzin. Uzun ötürməsində çatacaq. Qol ola bilər. Zərbə və qapçıdan qayda top. Daha bir zərbə. Və gol. Və gol. 13-cü dəqiqənin başlanğıcında Neftçi bu qolu vurur. Segovia idi fərqlənən futbolçu. 2 zərbə gəldi ondan. Birini dəf eləyə bildi qapçı. İkinci zərbə isə torla qovuşur. Ötürməsini də elədi. Segovia topu əla saxladı, bunu deyək. Yerlə zərbə qayıdır. Qopur epizoddan davamını gətirir. Bravissimo sizin İtalyan tərzinizdə desək. Həmin o İtalyan tərzində biçikletta. Tərzində belə zərbə gözəl qolu idi. Və Neftçi həm hesabda üstünlüyü qazanır, həm də deyərdim psixoloji cəhətdən bir üstünlük qazanır. Çünki biz lap əvvəldə də qeyd elədik, Neftçi üçün çətindir əlbəttə yeni heyətlə oynamaq. Bir çox futbolçular yeni liqaya düşüblər. Onların güclü komandalarla oyunlarda oyuna yaxşı başlaması çox önəmlidir. İndi çəkildi ayağa. Oynadılar Neftçinin futbolçuları. Herrera aldadıcı hərəkətlər, qapı qarşısında ötürmə. Müdafiədən qayıdan top və İkinci top qapıdan keçir Neftçi. Namiq Ələskarov. Neftçi fantastik başlayıb oyuna. 16-cı dəqiqədə artıq Inter'in Agdana göndərirlər. Görməli tamaşaçılar, adətən adama elə gəlir ki, hava ötürmələri ilə Inter'ə qarşı oynamaq çətindir. Amma bugün Neftçi onları sanki öz silahı ilə vurur, qorxmurlar. Hər dəfə topu ora hava ötürmələri ilə göndərirlər. Burada isə gəlişinə bir zərbə idi. Və Slavik də oyuna baxırdı. Yaxındakı futbolçuya yox. Qayıdan top çox vacib amildir futbolda. Bu dəfə top yolda toxunuş da var. Çox yaxşı oyunlar keçirib. İndi artıq Sabiq komandasına qarşılanıyor. Rauf Əliyev, Inter'in də yaxşı hücumu, yerli ötürmə. Toxunuş orada Pərdisdən. Amma qapı qarşısına başla zərbə, yolüstü toxunuş. Əllərini qaldırır Neftçi futbolçuları. Ələ toxunuş var idi, amma mənə gəl bu əllə oyun deyil. Skarlataki idi. Müdafiəçilərindən yalnız Tərlan geridə qalıb. Nizami Acıyev yüksək top, yüksəldi. Skarlataki top qapının yanından keçir. Çox təhlükəli epizod idi. Deyərdim Inter'in bu maçda yaratdığı ilk belə ciddi təhlükəli epizod. Əksər hallarda elə qolları standart vəziyyətdən sonra tapır, çərçivə getsəydi. Bu da bir sualdır. Adətən o aritmiya olur. Orada Petrovdan bir səhv. Rauf Əliyev uzaq güncə. Vaylo! Vay! Doğrudan da çox
adi vəziyyətdə Kiril Petrov səhv yol Deməli, verdi. onun işi bundan Ötürməni ibarətdir. mütləq qeyd etmək lazımdır. İnter çox yaxşı gəldi. Orada amma həmin anda Petrovun bir addım irəli atdığını görmək lazımdır. Təbii ki, Yəni bunu Bəli, yük buraxmaq olarmı? Vayloya. Bu səhvi bağışlamaq olarmı Vayloya? Bunu Elxan Abdullayev düşünsün. bax dediyin rahatlıq budur indi. Neftçi oyuna isə intriqa qatır bu epizod. Skarlataki ötürməyə başla zərbə. Fərcad Azaddan amma dəqiq deyil. Rəhman Hacıyev qapıya baxır. Rəhmanın zərbəsi yaxın küncəyə, top yandan sirkələyir toru. Bir daha bir səhv Kiril Petrovdan orada Rauf Əliyev cərimə meydançasına daxil olur. Rauf Əliyev sol ayaqla zərbəsi yaxın küncə top qapının yanından keçir. Bu Rəhmanın zərbəsinin təkrarıdır. Az sonra Interin cavabı olacaq. Burada sol ayaqla yaxın küncə vurdu, qapıcı bağlayır. Amma canlısa sanki yaxındır. Gəldi Namiq zərbəsi. Çox fərqli trayektoriyaya top getdi. Hiss edirsən ki, Səlahiyyət Ağayevi çaşdırdı. Rahatlıq da verir, yəni bu komandanın oyununda hiss olunur. Hüsəmin cərimə zərbəsini təkrarda hörmətli tamaşaçılar. Ayağın üstü ilə vurdu. Götürmə vermək istəmirdi, amma top Neftçi futbolçuna qismət oldu. Namiq Ələsgərov yenidən Məqsəd İsayev. Boş ərazi sağ cinahdan. Uzaq küncdə boş futbolçu var. Top ona çatacaqmı? Bəli, qapıya zərbə! Və çox gözəl bir gol. 3-1. Ignacio Herrera da Neftçinin heyətində gol vurur. Baxaq. Fikir verən Ignacio arxa planda Məqsədin ötürməsini də qeyd etmək lazımdır. Çox gözəl. gördü. Əsas odur ki, məqsəd görüb ötürmə elədi. Görürdü ki, hamı Segoviyanın arxasınca gəlirdi. Onu tuturdular. Ignacio'su unutmuşdular. Niyə? Bu həm də peşəkarlıqdır. Yəni narazı ola bilərsən. Amma vaxt gedir. Bəli, narazılığını sonra da bildirmək üçün vaxtın olacaq. Navalovski'dən bir zərbə yol üstü Interli futbolçudan toxunuş var və küncdən zərbə. Burada Neftçi necə oynayırdı? 1-2-də tam fərqli oynamağa başladı və eyni hal indi təkrarlanır. Neftçi vurduğu qoldan sonra növbəti qol axtarışını rahat artıq gerçəkləşdirməyə başlayıb. Neftçi 5 nəfərlə gəlib, hamı gəlməyib ora. Başla zərbə top qapı yanından keçir. Fuad Bayramov idi deyəsən. Sonuncu dəqiqədə, son saniyələrdə Inter Neftçi görüşündə qonaqlar qələbəyə çox yaxındır son cəhdləri. Inter'in Nizami Hacıyev topu uzaqlaşdırır Kiril Petrov və Əliyar Ağayev maçı bitirir. Bu da sizə yenilənmiş Neftçinin 2017-ci ildə ilk qələbəsi. Hətta rəsmi qələbəsi demək. İlk qələbəsi, çünki yoldaşlıq maçlarında da Antalyadakı toplanışda da qələbə yox idi. Gözəl oyun.